Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün 26 aprel 9-cu sinif buraxılış imtahanına uyğun olaraq DİM 3-cü zonaya daxil olan məktəblər üçün imtahan keçirdik. Baxaq biz də qrammatika suallarının izahına Azərbaycan dilindən. Demək 27-ci sualda deyir ki, mış şəkilçisinin fe'li sifət şəkilçisi kimi işlənmədiyi nümunələr. İşlənmədiyi istəyirsə bizdən mış şəkilçisi nə ola bilər? İmiş formasında ola bilər. Mış nəqli keçmiş zaman şəkilçisi ola bilər. Sonra mış ola bilər, fe'li sifət şəkilçisi kimi ola bilər. Bir də mış fe'li bağlama şəkilçisi kimi də işlənə bilər uşaqlar yerinə görə. Mənim qızım oxumuş qızdır, özü bir qərara gələr. Oxumuş qız burada gördüyünüz kimi fe'li sifətdir. Burada fe'li sifətdir. Ağaclar dırmaşmış, dəcəl uşaq tək, dırmaşmışdır deyə bilirəm. Demək burada nəqli keçmiş zaman şəkilçisidir. İkincidə düşünülməmiş addım fəlakət gətirə bilər. Əgər burada mamış fe'li bağlama şəkilçisi olsaydı madan artıra bilərdim yerinə. Ona görə də düşünülmüş versiyasında deyə bildiyim üçün fe'li sifətdir. 3-də, 4-də süsənlər də o adamları görmüşmüş. Görmüşmüş birinci nəqli keçmiş zaman şəkilçisidir. Üstə gəl imişdir. Yəni burada mən fe'li sifət şəkilçisi görmürəm. Yatmışları razı deyiləm kimsə oyatsın. Kimi yatmışları baxmayaraq ki burada isimləşib, amma fe'li sifətdir. Ona görə bu da fe'li sifət yazıram. Fe'li sifət olanları çıxırıq. Fe'li sifət olmayanlar 2 və 4 cavab olur C variantı. 28-də hansı cümlədə sifət işlənməmişdi? Yenə o bağ olaydı, yenə o qumlu sahil. Qumlu sözü burada sifətdir, ona görə çıxıram. Sular ötəydi, dildir. Burada yoxdur. Kəndimizin hər tərəfində yaşıl çöllər var. Yaşıl burada gördüyünüz kimi sifətdir, çıxıram. Hər yaşıl zəmidə, göy biçənəkdə bir vaxt Əmirxanın qəlbi də coşdu. Yaşıl görürsünüz ki, burada yenə də sifətdir. O günkü güllərdən çəkildin kənar, bu qərib halını qəmə yozdular. Qərib sözü burada bəli sifətdir. Torpaqdan bahar qoxusu gəlirdi. Burada isə heç bir sifət yoxdur. Torpaq isimdir. Bahar isimdir, qoxu isimdir, gəlirdi, feildir. Ona görə cavab olur E variantı. 29. Verilmiş cümlələrə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Parçalanmış buludlar arasında tək-tük ulduz parlayırdı. İkinci cümlədə belə bir vaxtda Hürü xanımın qapısını döydülər. Üçüncüdə isə 1945-ci ilin bürkülü may gecəsi idi. Doğrudur, yanlışdır hissəsini verib. Gəlin təhlil edək. Burada birincidə deyir ki, birinci cümlədə baş üzvlərin hər ikisi iştirak etmişdi. Gəlin baxaq. Nə edirdi? Parıldayırdı. Nə? Ulduz. Tək-tük təyin. Harada? Buludlar arasında. Hansı? Parçalanmış buludlar arasında. Görürəm ki, burada bəli, mübtədası da var, xəbəri də var. Demək, hər ikisi iştirak etmişdir fikri doğrudur. Həm ikinci, həm də üçüncü cümlə qeyri-müəyyən şəxslidir. Baxıram, həm ikinci cümlə döydülər. Kim döydü? Onlar. Bəli, bu qeyri-müəyyəndir. 1945-ci ilin bürkülü may gecəsi idi. Bu qeyri-müəyyən şəxsli deyil. Demək, bu şəxsiz cümlədir. 2 yanlışdır. 2 yanlışsa gəlin ikiləri çıxaq. Aha, çıxdıq. Doğrudur xanasından 1 olmalıdır. 1 də burada görürsünüz ki, D-də yoxdur. Qalır C ilə Y variantı. Gəlin baxaq yanlışdıra. Xəbəri 3-cü şəxsin təkində olan 3-cü cümlənin mübtədası təsəvvür edilmir. May gecəsi idi burada xəbərdir və deyir ki, 3-cü şəxsin təkindədir, düz deyir, təkindədir və mübtədası təsəvvür edilmir. Bu doğru fikirdir. Amma doğrudur, yanlışdadır. İkinci cümlə birinci cümlədən fərqli olaraq ümumi şəxsli cümlədir. Baxıram ki, ikinci cümlə, bax bunu deyir. İkinci cümlə üçüncü cümlədən fərqli olaraq ümumi şəxsli cümlədir. Birincisi, ikinci cümlə qeyri-müəyyən şəxsli cümlədir. Üçüncü cümlə şəxsiz cümlədir. Yəni bu ümumiyyətlə komple səhvdir. Ona görə burada doğrudan doğrunu, yanlışdan yanlışı götürsəm, 1 ilə 4-ü götürəcəm, cavab olacaq E variantı. 30-da cəsarətli əsgərləri mükafatlandıran qayğıkeş insan ordu generalı idi. Sintaktik təhlilin sxemini istəyir. Kim idi? Ordu generalı idi. Kim insan? Hansı insan? Qayğıkeş insan. Hansı insan? Cəsarətli əsgərləri mükafatlandıran insan. Bu bir-birinə qarışdı. Burada qarışmamalıdır. Yəni bu ayrıca təyindir. Təyin. Mübtəda xəbərdən ibarətdir. Cavab A variantı. 31. Əvvəl narazı olan şagirdlərə iclasdan sonra hər şey aydın oldu cümləsində sözlər hansı nitq hissəsidir? Əvvəl əgər ki, çıxışlıq hallı sözdən sonra gəlirsə deyirdiyi qoşmadır. Əvvəl gəlirsə, burada əvvəldə heç bir özündən sonra əvvəl çıxışlıq hal şəkilsi gəlmirsə deyirdiyi zərfdir. Zərflə burada qoşma olacaq uşaqlar. Cavab D variantı. 32. Nümunə haqqında fikirlərdən doğru olanı istəyir. Mən çox təkid etdim, amma qəbul etmədi. Deyir, cümlə üzvlərinin biri söz birləşməsi ilə ifadə olunmuşdur. Yanlışdır uşaqlar. Nə etdim, təkid etdim ki, mən nə qədər çox
Nə etmədi? Qəbul etmədi. Bunun təhlil sxemi budur. Amma burada görürsünüz ki, söz birləşməsi yoxdur. Nəqli cümlələrdən təşkil olunmuşdu. Bu fikir düzdür uşaqlar. Tamamlıq və zəflik işlənmişdi. Görürsünüz ki, yoxdur. Yalnız tabelilik əlaqəsi işlənmişdi. Burada mən təkid etdim, amma o qəbul etmədi. Burada yalnız tabelilik əlaqəsi işlənmişdi hissəsində bir-birinə tabe olmayan cümlələrdə ona görə tabelilik əlaqəsi yəni yanlışdır da, yəni tabesizlik də var. Tərəfləri yalnız intonasiya ilə bağlanmışdı. Amma var axı burada, bağlayıcı var. Ona görə bu da yanlışdır. Cavab B variantı. 33. Verilmiş sözlərdən amonim kimi işlənə bilənləri müəyyən edin. Buruq sözü işlənə bilir. Amonim kimi dolu sözü də işlənə bilir. Buruq neft buruğu mənasında var. Neft buruğu, bir də saçın buruq. Buruq saç mənasında var. Buruq saç. Ona görə A variantıdır fikir. Bilik sözü ümumiyyətlə amonim olmur. Bölük sözü amonim kimi işlənməsi sürü mənasında var. Bir də bir bölük deyir ki, yaşılbaş pəridən, sonradan pəri. Məsələn, orada işlədir bölük sözünü. Bir də var, yəni hərbidə, piyada və yaxud da xüsusi qoşun hissələrinə, batalyon, tərkib, əskəri hissədə, yəni. Sonra böyük kiçik ümumiyyətlə işlənmir, dönük çökük işlənmir. Demək cavab olacaq burada A variantı. Keçdik 34-də. Şəhərdəki mənzərə, yox, şəhərdəki mərkəzə yaxın binalar təmir olundu cümləsində əlavə hansı cümlə üzvünə aiddir? Təmir olundu, nə binalar, hansı şəhərdəki mərkəzə yaxın binalar. Burada təyinin əlavəsidir, cavab B variantı. Eyler-Venn diaqramının əsas altına xətt çəkilmiş hissə ilə bağlı uyğunluğu istəyir bizdən. Futbol komandamız bircə xal fərqi ilə, bircə burada demək cacə ədatdır, əvvəldən müəyyənləşdirək, bir burada demək saydı. Dilin şəkər sözü incə, hər kəs sevməz səni məncə, mən qədər mənasındadır burada. Baxaq, birincidə deyir ki, 1-ə qoşmadır, qoşma 2-yə gedəcək ayə. Fikrin mənbəyini bildirir, heç biri fikrin mənbəyini bildirmir. B-ləri ümumiyyətlə çıxıram, bax burada B var, çıxıram. Sonra digərlərində Y-də var, B çıxıram. Sonra C-də də var, B çıxıram. Baxıram indi digərinə. Cümlənin təsir gücünü artırır, bu ədata aiddir, təbii ki, 1-ə C. Sonra qrammatik mənası var, 2-yə D, ortaya yazılmalıdır. Qrammatik mənası var, hə. Ortaya yazılan leksik şəkilçidir. Bu heç birinə aid olmayacaq. Demək 1-ə C, 2-yə, daha doğrusu 3-ə D, 2-yə A cavab olacaq D variantı. Mən bayaq 2-yə dedim D, səhv etmirəmsə bu 3-ə olmalı idi burada. 36 hansı cümlədə bütün sözlərin yazılışı tələffüzündən fərqlidir? Heç kəs onun məsələn burada olduğu kimi tələffüz olunacaq, ona görə çıxıram. Çarə sözü də abırlı olmaq, daxildən gələn məsələn fərqli tələffüz olunmur. Uzaq səfərə, səfərə sözü düzgün, yəni olduğu kimi tələffüz olunur. Sınıq ürək, sınıq ürək, sevinməz formasında tələffüz olunur. Cavab D variantı. Vətənimizin gələcəyi daha parlaqdır. Burada gələcəyi sözü olduğu kimi tələffüz olunur. Məsələn, vətənimizin olduğu kimi tələffüz olunur. Ona görə də Y variantında çıxıram. Demək, qrammatika suallarının izahı bu qədər. Əgər videonu izlədinizsə, sizin üçün faydalı oldusa, kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı unutmayın.